Qaradağ rayon Heydər Əliyev mərkəzi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycanda yaradılmış, tanınmış şəxsiyyətlərin ev muzeyləri haqqında daha ətraflı məlumat toplamaq məqsədi ilə həyata keçirdiyi Heydər Əliyev və Muzeylərimiz adlı layihəsini uğurla davam etdirir. Layihənin növbəti mərhələsində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə yaradılmış Səməd Vurğunun ev muzeyi ziyarət olunmuş, muzey ilə bağlı geniş məlumatlar toplanmışdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyev ölkəmizin hər tərəfli inkişafında, milli dövlətçilik ideyasının möhkəmlənməsində və Azərbaycanın beynəlxalq arenada tanınmasında müstəsna rol oynamışdır. Onun şəxsiyyətini səciyyələndirən əsas cəhətlərdən biri də milli mənəvi dəyərlərə, elmə, mədəniyyətə göstərdiyi xüsusi diqqət və həssas münasibət olmuşdur. Heydər Əliyev Azərbaycanın görkəmli şəxsiyyətlərinin, alimlərin, şair və yazıçıların, sənət adamlarının irsinin yaşadılması istiqamətində mühüm təşəbbüslərlə çıxış etmiş, onların adlarının tarixdə əbədi qalması üçün çoxsaylı abidələrin, xatirə komplekslərinin, ev muzeylərinin yaradılmasına öncüllük etmişdir. Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanın mədəni irsində silinməz izlər qoymuş şəxsiyyətlərin ev muzeyləri yaradılmış, ailələrinə hər tərəfli diqqət və qayğı göstərilmişdir. Bu baxımdan Azərbaycanın ilk xalq şairi, görkəmli dramaturq və ictimai xadim Səməd Vurğunun ev muzeyinin yaradılması Heydər Əliyevin milli mədəniyyəti göstərdiyi yüksək diqqət və dəyərin parlaq nümunəsi olmuşdur. Səməd Vurğunun vəfatından sonra onun zəngin ədəbi irsinin qorunması və gələcək nəsillərə çatdırılması məqsədi ilə ev muzeyinin yaradılması ideyası irəli sürülmüş, 1970-ci illərdə məhz Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu dövrdə bu təşəbbüs rəsmi şəkildə dəstəklənmiş və muzeyin yaradılması haqqında qərar verilmişdir. Səməd Vurğunun ev muzeyi Azərbaycanın ilk memorial muzeyi kimi 1975-ci ildə Bakı şəhərində şairin yaşadığı evdə fəaliyyətə başlamışdır. Muzeyin təntənəli açılış mərasimi yüksək səviyyədə dövlət rəhbərlərinin iştirakı ilə keçirilmiş, Ulu Öndər Heydər Əliyev şəxsən tədbirdə iştirak etmişdir. Açılış nitqində o, Səməd Vurğunun Azərbaycan xalqı üçün əhəmiyyətini vurğulamış, onun yaradıcılığını milli düşüncə və vətən sevgisinin poetik ifadəsi adlandırmışdır. Heydər Əliyev həmin mərasimdə muzeyin yalnız bir ekspozisiya məkanı deyil, xalqın mədəni yaddaşı və gənc nəsillər üçün ilham mənbəyi olacağını xüsusi qeyd etmişdir. Ulu Öndər muzeyin formalaşmasına, eksponatların toplanmasına və bədii tərtibatına xüsusi önəm vermiş, aidiyyatı qurumlara tapşırıqlar verərək bu prosesin yüksək səviyyədə həyata keçirilməsini təmin etmişdir. Onun təşəbbüsü və rəhbərliyi ilə muzeydə Səməd Vurğunun həyat və yaradıcılığına dair nadir eksponatlar, şəxsi əşyalar və sənədlər toplanaraq geniş ictimaiyyətə təqdim olunmuşdur. Heydər Əliyev çıxışlarında dəfələrlə Səməd Vurğunun yaradıcılığını Azərbaycan xalqının milli sərvəti kimi qiymətləndirmişdir. Onun fikrincə Səməd Vurğun yalnız böyük bir söz ustadı deyil, xalqın ruhunu, milli kimliyini və vətən sevgisini əks etdirən bir simvoldur. Bu baxış muzeyin ideya əsasını və fəaliyyət istiqamətini müəyyənləşdirmişdir. Muzey 19-cu əsrdə inşa edilmiş yaşayış binasının 3-cü mərtəbəsində 6 otaqlı mənzildə yerləşir. Səməd Vurğun ömrünün son illərini bu mənzildə keçirmiş, burada gərgin yaradıcılıq və ictimai fəaliyyətlə məşğul olmuşdur. Şairin doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində yerləşən və muzeyin filialı olan Poeziya evi isə 1976-cı ildən fəaliyyət göstərir. Səməd Vurğunun ev muzeyinin yaradılması və inkişafı eyni zamanda Azərbaycan mədəniyyətinə və ədəbiyyatına verilən yüksək dəyərin ifadəsi olaraq Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin, uzaqgörənliyinin və mədəniyyətə olan sonsuz sevgisinin parlaq təzahürüdür. Səməd Vurğunun Azərbaycan poeması, şeiri dillərdə əzbər olubdur. Bilirsiniz, o qıssa sözlərdə o qədər dərin məna var ki, hər bir insan o sözləri dilinə gətirib, təkrar edərkən
öz xalqına, öz ölkəsinə bir daha öz məhəbbətini, öz sevgisini, öz sədaqətini ifadə edir. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam, doğma vətənimsən, ayrılar mı könül candan, Azərbaycan, Azərbaycan.